Müğənni Xatirə İslam Instagram hesabında Heydər Əliyev Beynəlxalq Hava Limanından fotolar paylaşıb. Müğənni uçuşun gecikdiyini və hava limanında uzun müddət gözlədiyini bildirib. Deməli belə. Düz 10 saat gözləyəndən sonra nəhayət ki uçuşlara icazə verildi. Bu qədər şəkil çəkdirmək bekarçılığın əlamətidir. Sənətçi hansı ölkəyə yollandığını açıqlamayıb. Aparıcı Vüsalə Əlizadə səhnədə geyiminə, danışarkən sözlərinə fikir verməyən sənət adamlarına irad bildirib. Aparıcı bu barədə incə səhər verilişində danışıb. Əli ayağı dolaşıb bir-birinə, mikrofonu sönüb, heç yandırmayıb, amma danışır. Qalstuku belə əyilib, xəbəri yoxdur. Bu sənətdə mən sənətkaram, nə təqdim etsəm tamaşaçı qəbul etməlidir düşüncəsi doğru deyil. Tamaşaçı səni həmişə mükəmməl görmək istəyir, səhvini, qüsurunu qəbul etmir. Deyə bilərsən ki, müğənniyəm, mahnını düz oxuyuram. Danışanda səhv etsəm də olar. Xeyr, illərin sənət adamısan. Tamaşaçı səndən düzgün nitq istəyir. Çünki etalonsan, sonrakı nəsil səndən görüb öyrənir deyə Vüsalə bildirib. Müğənni İradə İbrahimova açıqlaması da diqqət çəkib. Xəzər axşamı proqramına qonaq olan sənətçi aparıcı Mətanət Əliverdiyevanın bu xüsusiyyətinə görə kimə oxşamısan, anana yoxsa atana sualını belə cavablandırıb. Vallah, mən nə anamı, nə də atamı yaxşı tanımıram, tanımamışam. Ona görə də bilmirəm ki, hansını oxşayıram. Amma onu bilirəm ki, özümü yenidən kəşf etmişəm və böyütmüşəm. Qeyd edək ki, İradənin atası Vəlihət İbrahimov 2010-cu ildə ağır xəstəlik səbəbindən vəfat edib.